İctimai televiziyada sabaha saxlamayaq vaxtıdır. Müharibədə psixoloji durumumuz necədir, nələrə diqqət eləməliyik bu barədə danışacağıq. Hələ ki, sujeti izləyək. 27 sentyabrda düşmənin təxribatına qarşı Azərbaycan ordusu əks hücuma keçdi. Müzəffər ordumuz bütün cəbhə boyu düşmənə sarsıdıcı zərbələr indirdi və qələbə yürüşünü bugün də davam etdirir. Artıq bir çox kənd, qəsəbə və şəhərlərimiz düşmən tapdağından azad edilib. Hazırki vətən müharibəsi bir sıra vacib məqamları üzə çıxardı. Belə məqamlardan biri də ordunun və arxa cəbhədə orduya dəstək olan xalqın psixoloji hazırlığıdır. Unutmaq olmaz ki, ordunun gücü həm də şəxsi heyətin mənəvi psixoloji hazırlığı ilə tamamlanır. Xain qonşularımızın xisləti hər birimizə yaxşı məlumdur. Cəbhədə üzləşdikləri ağır məğlubiyyətlərlə barışa bilməyən mənfur düşmən müxtəlif psixoloji təsir vasitələrindən istifadə edir, acıqlarını dinc əhaliyə qarşı hərbi cinayətlər törətməklə çıxırlar. Gəncə, Bərdə və Tərtər kimi şəhərlərimizin atəşə tutulması nəticəsində aralarında uşaq, qadın və qoca olmaqla 100-ə yaxın mülki şəxs dünyasını dəyişib. Xeyli insan yaralanıb. Yüzlərlə ev dağıdılıb, ailələr yurtsuz, yuvasız qalıblar. Amma bunlar nə dinc əhalinin qələbəyə olan inamını azaldıb, nə də əlində silah düşmənə qan otduran əskərin qələbə əzmini qırıb. Xalqımız torpaqlarımızın azadlığı uğrunda başlayan savaşın ilk günündən birlik nümayiş etdirir, psixoloji cəhətdən dözümlülük göstərir. Cəbhədə qazanılan hər qələbə vətəndaşların əhval-ruhiyyəsini yüksəldir. Arxa cəbhədəki birlik, qələbəyə olan inam əskərimizin dizinə təpər, qoluna qüvvət verir. Bu onu göstərir ki, Azərbaycan xalqı bu günlərə psixoloji cəhətdən hazır idi. Bugün əskər və zabitlərimiz döyüş meydanında hünər göstərir, tarix yazırlar. Ordumuzun peşəkarlığı, döyüş əzmi və hərbi qulluqçuların mənəvi psixoloji hazırlığı gələcəkdə savaş dərsliklərinə salınacaq və hər kəsə nümunə göstəriləcək. Son olaylar Azərbaycan xalqının nə qədər həmrəy olduğunu və lazım gələrsə bir yumruq kimi birləşə bildiyini bir daha göstərdi. Qazanılan hər qələbə bizi bir-birimizə daha da möhkəm bağlarla bağlayır. Qələbə bizimdir. Sabaha saxlamadan müharibə vəziyyətində psixoloji durumu müzakirə eləyəcəyik ki, nələri bilməliyik, onu öyrənəcəyik. Studiyamızda qonaqlarımız var. Hərbi ekspert Ədalət Verdiyevlə başlayacaq müzakirəmizə. Ədalət müəllim, Qarabağ müharibəsinin birinci mərhələsində biz heç vaxt nə qədər zərurət yaransa da psixoloji dəstəyi görmədik. Sonradan cəmiyyətimizdə onun çox ciddi fəsadlarını da gördük. O insanların, o travmalı insanların cəmiyyətə adaptasiya olunmasında çox ciddi problemlər yaşandı. Çünki bizim 1 milyon qaçqınımız var idi. Bizim xeyli sayda əsir və girov düşən insanlarımız var idi ki, çox ağır travmalarla bugünə qədər yaşadılar. Bugünkü vətən müharibəsində psixoloqun yeri hardadır və o yerindədirmi ümumiyyətlə? Bilirsinizmi, biz artıq 30 ildən artıq müddətdir ki, sırf müharibə vəziyyətindəyik. Belə bir vəziyyətdə həm mənəvi, həm psixoloji hazırlığın, şəxsi heyətin baş verən hadisələrə sağlam düşüncə ilə yanaşması üçün təbii ki, bu psixoloqların həm də hərbi hissələrdə hər kiçik bir bölmədə belə, yəni başlayaraq bölükdən üzü yuxarı hər bir bölmə hissədə hərbi hissə komandirinin bu müavinləri, onlar müxtəlif müddətlərdə vəzifələrin adları dəyişib. Bəzən siyasi hazırlıq üzrə, bəzən belə deyək, tərbiyəvi işlər üzrə müavin adları ilə dəyişsə də, onların funksiyalarından biri də şəxsi heyətin mənəvi psixoloji hazırlığını yüksək səviyyədə saxlamaqdan ibarət olub. Ümumiyyətlə, orduda hər bir komandir, belə deyək, halqası, hər bir komandir və tabeliyində olan şəxsi heyətin mənəvi psixoloji hazırlığına birbaşa cavabdehdir. Bununla isə daha sıx məşğul olan hərbi hissədəki bölük, tabor və yaxud da hərbi hissə komandirinin adı çəkdiyim vəzifələrdə xidmət edən müavinləridir. O tərbiyəvi və yaxud da ki, mənəvi hazırlıq üzrə müavinlərdir. O müavinlərin işi davamlı olaraq müharibənin olub-olmamasından asılı olmayaraq, davamlı olaraq baş verən hadisələr, həm siyasi proseslər, həm cəbhədə, həm sağ-sol cinahlarda, ümumiyyətlə ölkədə baş verən hadisələr barədə şəxsiyyəti doğru, dürüst belə deyək, məlumatlandırmaqdan, onların gələcək döyüşlərdəki
əhəmiyyətini və yaxud da ki, azad ediləcək ərazilərin və yaxud da müdafiəsi təşkil olunacaq ərazilərin həm bölmək üçün, həm də biraz böyük miqyasda ordumuz və yaxud da ölkəmiz üçün əhəmiyyətini doğru dürüst şəkildə çatdırmaqdan ibarətdir. Bilirsiniz, 92-ci ildə təbii ki, mən o hadisələrin yaxından bir iştirakçısı kimi bu işlərə o qədər önəm verilmirdi. Bunun da bəlli səbəbləri var idi. Nədən ibarət idi? Bir, ordu böyük əksəriyyətlə könüllülərdən ibarət idi. Könüllülərin, belə deyək, insanın sadəcə birinci amalı nə idi? Vətəni müdafiə eləmək, işğaldan və yaxud da azad eləmək. Bəlli qismlərdə biz həmin o indi uğrunda savaşdığımız Laçın koridoruna qədər 92-ci ilin oktyabrında getmişdik. Həmin ərazilərdə, bax, heç bir, mən tək zabit idim, digər köməkçi də vardı, amma ona vaxt yox idi, bilirsiniz? Hər gün döyüş, hər gün yaralı, şəhid və s. da vacib problem var. Halbuki bu ikinci dərəcəli deyil. Sadəcə onunla məşğul olacaq profesional yoxdur yanımda. O vəzifəyə təyin olunan da, məsələn, haradasa bir çilingərmi, dülgərmi və yaxud da mühəndismi, amma bu işin adamı deyil. O zaman insanlarımızı, şəxsi heyəti belə deyək, ruhlandıran ən vacib amili nə görürdüm? Azad olunan ərazi. Əskərə bundan böyük motivasiyanı heç bir təbliğat verə bilməz. Təbii ki, məlumat, əlavə, ruh yüksəkliyi və s. Amma sonradan ordunun geriləməsi, bəzi ərazilərimizin itirilməsi, yenə də bu atəşkəs altında atəşkəsin pozulması, Laçın koridorunun Ağdərə, Kəlbəcərin itirilməsi bəlli bir miqdarda ta 94-cü ilə qədər ordunun mənəvi psixoloji hazırlığına, döyüş ruhunun zəifləməsinə səbəb oldu. Ta 94-cü ildə uğurlu Horadiz əməliyyatı, onun ardınca isə müəyyən fasilələrlə digər uğurlu əməliyyatlar, sonunda isə bugün keçirilən əməliyyatlar artıq tam fərqli bir kontekstdə, tam fərqli bir Azərbaycan ordusu görürük. Artıq ordumuzun əldə etdiklərindən NATO ölkələrinin, Amerika Birləşmiş Ştatlarının, Pentagonun rəsmiləri, oranın ən böyük, yüksək səviyyədə məmurları, zabitləri, generalları artıq ordumuzun hansı səviyyədə müharibə apardığını, bu təhdidlərə qarşı gələcəkdə konsepsiya formalaşmasından danışır. Bu psixoloji vəziyyəti indi tam fərqli bir kontekstdə görürük. Bir, artıq ərazi itirmirik, əksinə çox böyük əraziləri həm də 40 günə. Diqqət edin, 4 ildə işğal olunan və 25 ildə möhkəmlənən əraziləri 40 gündə böyük bir hissəsini azad etmişik. Böyük bir hissəsini. Həm bu ərazilərin içində Azərbaycanın ətraf rayonların 4-ü tamamilə azad olunub, belə rayon mərkəzlərinin və 200-dən artıq kəndlər, 3 qəsəbə. Həm də bəzi kəndlərin isə Dağlıq Qarabağ ərazisinə artıq daxildir. Hadrut qəsəbəsi, Ağdərə qəsəbəsi və digər Xocavənd rayonunun əraziləri. Bu artıq anlayan əskər üçün, bunu bilən əskər üçün böyük bir avantajdır ki, artıq mən 5 rayon istiqamətində həm şimaldan, həm cənubdan, həm mərkəzdən hücumdayam. Biraz uzaq olsa da deyim, yəni ətrafımda, ailəmdə belə biriləri çağırılmadığı arada 4-5 dəfə gedib yordular axır o hərbi komissarlığa, axır apardılar, onu da canı qutardı, mən də ki, bu getdi. Yəni insanlarda məndə siyahlar var, yəni hərbi komissarlıqla əlaqəmiz var. Nə qədər ehtiyat insanımız var, yazılıb amma ələ getməyib. Nədən? Ruh yüksəkliyi var. Ermənistanda niyə məcbur gətirilir? Çünki insan yaşamağa vərdiş eləyib, heç kim gedib məcburən Azərbaycan əskərinin qarşısında düz çöküb, əsir düşmək və ya ölmək istəmir. Bizimki isə öz torpağı uğrunda savaşır, azad edəcək hər bir insanımız ora can atır. Hansı birimiz istəmirik ora getmək? Özümüzdən götürək. Biz də gedib oranı gözümüzlə görmək istəyirik, bu qələbənin bir parçası olmaq istəyirik. Bu çox vacibdir. Düşünürəm ki, ixtisasçılar bu barədə daha geniş məlumat verir. Amma mənim özümə qaldıqda isə irəli gedən əskəri dayandırmaq çətin olur. Biz ön cəbhə
barədə öyrəndik. Mən bir də istəyərdim ki, indi qonaqlarımızla arxa cəbhədə psixoloji vəziyyət bu barədə danışaq. Çünki mənim çox sevdiyim Remarkın, yenə deyirəm, çox sevdiyim qəhrəmanı 2 günlük döyüşlərdən icazə alıb evinə qaydanda bu qərara gəlir ki, əslində ön cəbhədə hər şey daha rahat, daha asandır. Arxa cəbhədə vəziyyət daha dağınıqdır, daha qarma-qarışıqdır. İnsanlar daha təlaşlıdır. Çünki əskər sizin dediyiniz kimi olduğu nöqtə əskərə həm ruh yüksəkliyi verir, həm ümumiyyətlə real vəziyyəti əskərin gözünün qarşısında sərgiləyir. Amma arxa cəbhəyə ancaq xəbərlər gəlir, o nöqtədə deyil. Ona görə arxa cəbhədə vəziyyət necədir, bu barədə danışaq. Danışaq, bəli, studiyamızda sözsüz ki, hörmətli psixoloqlarımız var, amma psixoloqlara keçməmişdən öncə mən çox istəyərdim ki, publisist Natəvan Dəmirçilioğlu mülki psixoloji durumdan danışsın. Ədalət mənim kifayət qədər orduda psixoloji durumun, ruh yüksəkliyinin yüksək səviyyədə olmasını dedi və bizim buna şübhəmiz yoxdur. Amma bir fikir adamı kimi qıraqdan müşahidələriniz necədir? Mərkəzdə, ölkədə, arxa cəbhədə insanların qələbə algoritmi düz işləyirmi? Çox təşəkkür edirəm dəvətə görə və tamaşaçılarımızı salamlayıram ilk öncə və demək istəyirəm ki, biz şərəfli və yüksək bir müharibə aparırıq. Daha doğrusu əks hücum əməliyyatı aparırıq və bunun özü motivasiya edicidir. Yəni, bir var ki, biz hücuma məruz qalmışıq, amma məğlub oluruq, qorunuruq, müdafiə olunuruq. Bir də var ki, biz əks hücum əməliyyatında daha sürətli bir hücumla cəbhə xəttində irəliləyirik. Yəni, bunun özü cəmiyyətə böyük bir ruh yüksəkliyi verir. Bu cəmiyyətə böyük bir səfərbərlik verir və cəmiyyət bu prosesin arxasında tam könüllü şəkildə birləşmişdir. Yəni, bu müharibənin bəlkə də birinci şərtidir. Birinci şərt məhz ruhun yüksək olmasıdır. Mən bir məsələni qeyd eləmək istəyirəm. Ümumiyyətlə, insanlığın 2 ən yüksək keyfiyyəti var. Bu, kişinin cəsur olmağı, qadının isə ismətli olmağıdır. Və bunların ötəsində isə Napoleon Bonaparte deyirdi ki, bunların üst qatında isə hər şeyi vətənə təmənnasız olaraq qurban verəcək qədər fədakar olmaq deyilən bir keyfiyyət var. Və bu keyfiyyət dediyimiz o 2 keyfiyyətdən də üstə çıxır. Hər şeyi vətənə qurban verəcək qədər fədakar olmaq. Və Napoleon Bonaparte deyirdi ki, işdə türklər bu çeşid qəhrəmanlardır. Təsəvvür edirsinizmi? Və bundan dolayı deyirdi, onlar öldürülə bilir, fəqət məğlub edilməzdilər. Yəni, bu keyfiyyət insana məğlub edilməzlik verir. Hətta məğlub olanda da o məğlubiyyətlə barışmamaq və illər keçəndən sonra öz ruhunu səfərbər eləyərək məhz meydana atılmaq və müzəffər olmaq. Yəni, bu keyfiyyət özü insanı formalaşdırır. Və bugün Ali Baş Komandan cənab İlham Əliyev əks hücum əməliyyatına başladı, qismən səfərbərliyi elan etdi və onun özünün bir xarakter kimi, özünün bir qoşun böyüyü kimi özünün ruhu səfərbərdir. Mən hər dəfə ona ekrandan baxanda, indi bizim həmkarımız məni publisist kimi təqdim elədi, həm də siz bilirsiniz ki, mən həm də eyni dərəcədə yazıcıyam və insanlara bir obraz kimi baxıram. Və bizim Ali Baş Komandanın hər efirdə... Qarabağ haqqında roman yazdığınız bir mərhələdə. Çox sağ olun. Təsəvvür eləyin ki, o insanın özünün ruhu ayaq üstədir. Və qoşun böyüyünün, ruhunun oyanışınla millətin oyanışı artıq ekvivalentdir. Hər ikisi eyni vaxtda bu böyük bir vəhdət deməkdir. Və bunu tarixdə çox az vaxtlarda əldə eləmək mümkündür. Yəni, xalq səfərbər ola bilər, xalq müharibə istəyə bilər, xalq döyüşə getmək istəyər, hətta vətəni üçün, milləti üçün, milli qüruru üçün ölümə getmək istəyər, amma məsul şəxs buna hələ hazır deyil. Və yaxud əks. Məsul şəxs istəyir ki, ordunu döyüşə aparsın, qələbələrə qoşsun, amma ona səfərbər olacaq obyekt, mühit buna hazır deyil. Amma tarixdə qələbələr o vaxt baş verir ki,
Qoşun böyüyündən qoşun və eyni zamanda siz arxa cəbhəni soruşdunuz. Çox mühüm bir hissədir. Arxa cəbhə həmin döyüşə səfərbərdir. Həmin döyüşə müzəffərdir, həmin döyüşə inamlıdır və qələbələri mərhələ-mərhələ əldə eləyir. Bax, bu baxımdan hal-hazırdakı Azərbaycan müharibəsi, Azərbaycan hal-hazırda prezidentimizin də dediyi kimi vətən müharibəsi aparır. Bu nə mübarizə deyil, nə mücadilə deyil, üzr istəyirəm, nə münaqişə deyil. Bu məhz bir mənalı olaraq vətən müharibəsidir. Və biz bu vətən müharibəsində ard-arda qələbələr qazanmaqdayıq. Amma bu qələbələr, mən çox xahiş edirəm, insanlar bunu asan başa düşməsinlər. Rayonlar alınır, kəndlər alınır və biz darıxırıq, hətta istəyirik 3 kənd alınanda istəyirik 6 kənd alınsın. Və bizdə bu çox asan görünür. Amma bunu asan düşünməyin özü də hətta müəyyən mənada bir hörmətsizlikdir. Yəni bunu asan düşünmək və asan gözləmək olmaz. Burada bizə elə gəlir ki, tutaq ki, biz irəliləyirik və daha çox irəliləyik. Amma biz burada, hava qüvvələrimiz hərəkətə keçib, quru qoşunlarımız hərəkətə keçib, biz ağır artilleriya ilə hücuma keçmişik, biz bütün texniki vasitələrdən istifadə edərək müştərək hücumdayıq. Bu elə bir balaca göründüyü kimi sadə bir məsələ deyil. Maddi baxımdan da aşağı-yuxarı gündə 50 milyona başa gələn bir müharibə olur. Və bunun üstündə bizim erməni vandalları tərəfindən, erməni təcavüzgərləri və terroristləri tərəfindən dinc əhalilərimiz və dinc ərazilərimiz hədəfə alınır. Bu bizim üçün çox böyük maddi, iqtisadi zərbədir. Onlar bunu düşünərək eləyirlər. Onlar bunu məqsədli şəkildə eləyirlər. Burada biz çox böyük mənəvi, fiziki aşınmalara yuvarlanmaqla bərabər eyni zamanda həm də biz maddi zərbə alırıq. Amma bununla belə bunları motivasiya edəcək bizim böyük qələbəmiz var və arxa cəbhədə məhz ona görə bu itkilərə, bu ağrılara, bu acılara, bu şəhid karvanına deyək ki, karvan deyil bizdə şükür Allaha ki, çox tək-tək biz qurbanlar veririk, amma bununla belə yenə də olsun ki, hər bir bölgəmizə şəhid gəlir. Bunu biz gizlədə bilmərik, biz bunu deməliyik, deyirik də və hər bölgə şəhid alırsa, bu insanlarda psixoloji bir gərginlik, psixoloji bir travma da yarada bilər ki, hər rayona, hər kəndə şəhid gəlir. Amma bizim, yenə deyirəm, artıq biz gözlədiyimiz 30 ilə yaxın bir mücadiləni, bir münaqişəni artıq vətən müharibəsi həddinə gətirə bilmişik. Və bu həmən o dünya sərkərdəsi Napolyon Bonapartın dediyi bir məsələdir. Türklər öldürülə bilir, fəqət məğlub edilməzdilər. Biz itkilər verdik, biz öldürüldük. İtkisiz müharibə olmur. Amma biz artıq yenidən səfərbər olduq, yenidən daha mütəşəkkil. Və mən indi söhbətimiz davam eləyəcək, yenə o söhbətə qayıdacağım ki, yəni o mütəşəkkilliyi və o hərbi hazırlığı əldə eləməyin özü də böyük bir prosesdir. Bəli, bu da ciddi bir nailiyyətdir. Biz davam eləyəcəyik, amma hələ ki, psixoloq Taryel Faziloğlu'nun da fikirlərini öyrənmək istəyirəm. Biz ön cəbhəni və arxa cəbhəni dəyərləndirdik, amma bir də psixoloq baxışı istəyirik. Nələr müşahidə edirsiniz arxa cəbhədə? Ümumiyyətlə, müharibədə ön cəbhə və arxa cəbhə harmonik şəkildə çalışır. Ön cəbhədə uğurlar qazanılırsa, arxa cəbhədə də motivasiya yüksək olur. Ön cəbhədə məğlubiyyətlər varsa, arxa cəbhədə də təlaş, təşviş yüksəlməyə başlayır. Psixoloji olaraq bunlar bir-birinə bağlı olduğuna görə bugün arxa cəbhənin motivasiyası ön cəbhədən birbaşa asılıdır. Ön cəbhədə qazanılan qələbələr arxa cəbhənin motivasiyasını yüksək tutur. Amma iki motivasiya forması var. Emosional motivasiya var, rasional motivasiya var. Emosional motivasiyamız bu dəqiqə çox yüksəkdir, çünki qələbələr haqqında eşidirik, qələbələri edirik. Amma rasional motivasiyamız bu günləri hələ elə bir sınaq vermədiyinə görə nə vəziyyətdədir bir psixoloq olaraq dəyərləndirmək dəqiq olmaz. Erkəndir. Çünki bizim rasional motivasiyamız müharibə bitdikdən sonra olacaq. Çünki müharibə bitdikdən sonra o ərazinin yenidən qurulması, bu qurulması üçün ölkənin buna səfərbər olması, bu səfərbərliyin hansı
iqtisadi, sosial məsələləri ortaya çıxartmasından sonra rasional motivasiyamız ortaya çıxacaq və biz o vaxt onu dəyərləndirəcəyik. Amma bugün emosional motivasiyadan danışa bilərik ki, qələbələrimiz bizim xalqda emosional motivasiyanı yüksək tutur. Amma emosional motivasiyanı ikinci tətikləyən bir şey bizim xalqın məğlub duyğusundan, məğlub psixologiyasından qalib psixologiyasına keçmə istəyi, uzun illər yığılıb qalmış, bastırılmış duyğular bugün ortaya çıxdığı zaman o qələbələrin onların o məğlub psixologiyasından çıxmaq üçün bir motivasiya olduğu üçün 2 qat daha, emosional motivasiyamız daha 2 qat daha yüksəkdir. Yəni, ona görə də bu günləri hər kəs səfərbərliyə meyl eləyir, gedir, hərbi komissarlığa öz adını yazdırır. Ona çağırış gələn heç kəs demək olar ki, çağırışdan yayınmır, uzaqlaşmır. Tanıdığımız yetərə qədər istər vəzifəli, zəngin, iş adamı, müəllim, fərq eləmir. Hamısı bu günləri çağırışa həmən cavab verir. Çünki o məğlubluq duyğusu insanları daim bir aşağılıq kompleksi yaradırdısa, bugün o kompleksdən qurtulmaq üçün o döyüşə gedib, o döyüşdə payının olması və sonra o payda, o qələbədə mənim də payım duyğusunun, o qürurunun yaşamaq istəyi insanlarda bu motivasiyanı daha yüksək tutur. Buna görə də bugün Azərbaycanda insanların, arxa cəbhə dediyimiz mülki vətəndaşların motivasiyasının yüksək olması normaldır və gözləniləndir. Təşəkkür edirik. Gülər Məmmədova, psixoloq qonağımız. Gülər xanım, siz nələr müşahidə edirsiniz? Necədir əsasən ələxsus arxa cəbhənin keyfi, belə deyək, yerindədirmi və necə olmalıdır əslində? Mən də bir öz fikrimi bildirim ki, müəyyən qədər xaotik durumlar mövcuddur. Çünki insanlar emosional sferada yüksəliş olanda biraz davranışlarda da daha sərbəstlik olur. Çünki müharibənin öz qayda qanunları var. Ola bilsin ki, bir çox insanlar bundan hali deyirlər, məlumatsızdılar və yalnız bu səbəbdən insanlar müəyyən səhvlərə yol verib sevinclərini, bayaq çox gözəl qeyd elədiniz, tələsərək, yəni torpaqlarımızı qısa bir müddətdə almaq istəyi ilə, bu da sırf insanların, bunu hamıya şamil etmək olmaz, amma əksər insanlar bu təlaşdadılar. Bir şey var ki, ən önəmli olan bilirsiniz nədir? İnsanın sığındığı yer dövlət güvənlidirsə, insan bax, burada artıq motivasiya olunur. Dövləti qoruyan ordu məqsəd yönlüdürsə, ələxsus insan güvənli olur. Bizim ordumuzun özünün motivləri var artıq. Motiv də insanı fəaliyyətə təhrik eləyir. Artıq ordumuz hədəfə doğru gedir. Bunu arxa cəbhədə müşahidə eləyən xalq, yəni bütün bu insanlar, cəmiyyətimiz, mənə elə gəlir ki, onların da arxa cəbhədəki sevinci və gözləntisi ordumuza çox dəstəkdir, çox köməkdir. Əgər onların sevinç xəbərini biz eşidib ruhlanırıqsa, mən belə başa düşürəm ki, və əminəm ki, onlara da bizim sevincimiz gedir, çıxır. Yəni, o xəbər onlara da söylənilir ki, yəni, xalq gözləyir sizdən. Çünki bu edilən yardımlar, bu, onu da qoyaq bir tərəfə, şəhid ailələrinə göstərilən empatiya duyğusu, yəni, və o empatiyanın qarşılığında təsəlli duyğuları, bunlar, yəni, həmin ailələrin möhkəm dayanmağında, yəni, sırf qələbəyə ümidsiz olmamağında, böyük, sabaha böyük ümidlə yaşamağında çox böyük dəstəkdir. Ordu bunu edə bilmir. Amma arxa cəhbə görün, nə qədər acılar çəkir, amma yenə də yenilmir. Mən bu yaxınlarda şəhid ailəsinin, atanın, ananın ordumuza müəyyən bir məbləğ ayırmasını və bir fikrini də eşitdim ki, yəni mənim övladımın da, belə deyək, qalibiyyət bizdə olsun. Yəni, onun eyfini almalısınız. Və hətta çox yaxın doğmalarımdan da belə bir şey eşitdim ki, bu reallıqdır. Valideyn öz övladının hüzurunda ağlamayın. Mən şəhid anasıyam, o şəhid atasıdır. Ağlamayın, silin göz yaşlarınızı. Bu özü də bir motivasiyadır.
Bəli, biz bir neçə belə hadisənin şahidi olmuşuq. Ona görə bir neçə deyirəm. Çünki hələ ki biz savaşın aktiv fazasındayıq. Şəhidlərlə bağlı rəqəmlər açıqlanmayıb. Buna görə də biz elə hamısının şahidi ola bilmirik, hamısını görə bilmirik ki, mütləq bu mərhələyə də çatacağıq. Onları da işıqlandıracağıq. Bu xalqla həqiqətən keçən dəfə qonağımız da studiyada dedi ki, heç bizi yanıltmadı bu xalq. Biz ondan hər bir vəziyyətdə qürur duymağa davam eləyirik. O əziləndə də, o işğala məruz qalanda da, girov götürüləndə də, bütün işgəncələri yaşayanda da bu xalq bəlkə bugünkü qədər imkanları geniş deyildi, daha yoxsul idi, daha kasıb idi, amma kasıb qollarını o 1 milyon insana açıb bağrına basmışdı. O kasıb qolları ilə 20 min şəhidin anasını, atasını bağrına basmışdı. Bugün isə daha geniş imkanları olan xalq olaraq qol açmışıq bir-birimizə. Bu qürur verir və sentyabr ayının 27-sindən bu günə qədər yaşananlar həqiqətən insanın köksü qabarır fəxarətdən. Amma bir məsələyə istəyərdim toxunaq. Çünki qonaqlarımızın dördü də buna toxunmadan keçmədi. Çünki emosiyalar. Emosiyaları idarə eləmək həmişə asan olmur. Biz mən inanmıram ki, ümumiyyətlə nəinki ölkəmizdə, ölkəmizdən kənarda da elə bir Azərbaycanlı var ki, ordumuza necəsə dəstək olmağa çalışmasın. Çünki biz nələrin şahidi oluruq ki. Amma bəzən o emosiyalarımız həddini aşanda əskərə fayda yox, zərər gətirir. Təəssüf ki. Bax, o həssas, çox həssas incə məqamdır ki, deyək ki, kimsə sosial şəbəkədə emosiyalara qapılıb öz fikirlərini doğru ifadə eləyə bilmir. İnsanlıq haldır, hər şey yaşana bilər. Kiminsə hələ nəzərə alaq ki, 28-30 il öncədən özünün hələ də sağalmayan müharibə travması var. Hələ də bu insanlar bizim aramızdadır. Hələ də bizim müharibə travmamız tam sağalmayıb. Yəni, kim fikrini necə izah eləyəcək, biz tam əmin deyilik bundan. Belə olduğu halda artıq biz orduya dəstək olacağımız halda maneə yaradırıq. Bununla bağlı fikirlərinizi bilmək istərdim. İstərdim dördünüz də bu məsələyə münasibət bildirəsiniz ki, necə etməli, emosiyaları necə idarə eləməli ki, biz ordunun əskərimizə təhlükə yaratmayaq. Məsəl üçün, düşünülməmiş deyilən bir söz, yazılan hər hansı bir status çox tez tirajlanır və heç ağlımıza gəlməyəcək tribunalarda əksimizə işlənə bilər. Deyilmi? Mən olursa birinci mən izah edeyim. Mənim əsas ixtisasım psixoloji savaş mütəxəssisdir. Bu dediyiniz sosial şəbəkələrdə və ümumi informasiya məkanlarında, alacağım informasiya məkanlarında təkcə bunu bizim öz xalqımızın emosional partlayışında olmur. Bu eyni zamanda da qarşı tərəfin apardığı psixoloji savaşın bir silahı olaraq da istifadə olunur. Azərbaycan adında, Azərbaycan profilləri, çoxlu profillər qurulur ki, bunu indiyə qədər bundan çox istifadə olunurdu. Və o profillərlə Azərbaycan xalqında təlaş gətirəcək yalancı informasiyalar yayılır. Amma bizim xalqın o emosional durumundakı hazırlıqsız yaxalanmamız konkret olaraq o tirajlar, xəbərlərin tirajlanmasına gətirib çıxardır. Əslində onlar bir yalanı ortaya atırlar. Biz emosional olaraq o xəbərləri tirajlayırıq. Niyə? Bizim dediyiniz kimi 30 il bundan qabaqki bir məğlubiyyətimiz var və bu məğlubiyyətin travmaları, qorxuları, yaşatdıqları bizə təşviş... Çox dərindədir artıq. Bəli, dərində təşviş pozuntularımız var ki, bu təşvişlər bəzən rasional düşünməməmizə, emosional reaksiya verməmizə gətirib çıxardır ki, bu tip xəbərlərin məsələn, tez bir zaman tirajlanaraq arxa cəbhədə ciddi təşviş pozuntularının təşvişə yaratmasını, məhz ona görə də dövlət müharibəyə başlamadan öncə həmən sosial şəbəkələrin mümkün qədər istifadəsini əngəllənməyə çalışdı. Səbəb bəlli idi, çünki xalqın o cür emosional hücumlardan qorumağa çalışırdı. Müəyyən mənada buna nail ola bildi və müəyyən mənada bu müasir texnikalar vasitəsilə insanlar yenə də sosial şəbəkələrə daxil ola bilirlər və nəticə etibarilə də bu cür şeylərin tirajlanması müəyyən problemlər yaradır və hətta bu tür videoların paylaşılması, insanlar sevinclə göndərilən video paylaşaraq əskərimizə zərər verməsi, birbaşa koordinatların oradan alınaraq həmin koordinatlara vurması, bizim müəyyən şəhidlərimizin məhz bu sayədə olması insanların psixoloji olaraq müharibəyə hazırlıqsız olduğunu göstərdi. Səbəb isə onda idi ki, biz çox sürətli şəkildə hazırlaşdıq və müharibəyə qarşı.
Və bu cür sürətli şəkildə müharibəyə hazırlandığın zaman müəyyən mənada müəyyən nöqtələr gözdən qaça bilir. Və bu gözdən qaçma tərəflər isə məncə daha çox o psixoloji tərəfləri idi. Səbəb onda idi ki, biz emosional olaraq müharibəyə, qələbəyə acıq və qazandığımız qələbələrin bu cür emosional reaksiya verəcəyi hesablanmışdı. Amma o reaksiyaların nəyə gətirib çıxaracağı çox da hesablayamamışdı. Fəsadları hesablanmamışdı. Bəli, fəsadları hesablanmamışdı. Amma ən qısa zamanda operativ reaksiya ilə o fəsadları minimuma endirmək üçün hər kəs əlindən gələni edir və mən düşünürəm ki, artıq bu günləri o artıq kontrola, yəni nəzarətə götürülmüş vəziyyətdədir ki, insanlar artıq özləri də dərk edirlər ki, bunları etmək olmaz. Müəyyən mənada artıq kontrol, nəzarət edərək, özləri də bir-birini xalq nəzarəti, ümumxalq nəzarəti bir-birinə nəzarət edərək bu problemlərin artıq idarə olması, emosiyaların idarə olmasına müəyyən mənada nail olmuş. Amma hələ də tam nail olunmayıbdı. Təəssüf Tam olsun nail, ki, müəyyən mənada dedim, tam nail olması mümkün deyil. Ədalət Heç cürə mümkün deyil. Vüsalənin sualının davamı olaraq necə erməni təbliğatına, yalançı təbliğatına sinə gələk və inanmayaq ki, nəticədə emosional səhvlər buraxmayaq. Bilirsinizmi, biz düşməndir və ondan biz heç vaxt belə deyək, bizim xeyrimizə ola biləcək bir təbliğatı gözləməyimiz absurddur. Əgər döyüş bölgəsindən hansısa bir material şəbəkəyə sızırsa, bunu mütləq tapmalıyıq. Bunlar çox deyil. Barmaqla sayılacaq 3-5. Mən istəməzdim deyəm ki, orada kiminsə xəbərim yoxdur orada, kimisə əlaqəlidir, əlaqəli deyil. Amma bu insanlar tapılmalıdır. Oradakı mənbələrə çıxış olan, bunu bilərəkdən və ya bilməyərəkdən yayan insanlar Azərbaycanın hərbi dövrü üçün təyin olunmuş qayda qanunları pozur və kimliyindən asılı olmayaraq mütləq cəzalanmalıdır. O Niyə? hüquqi məsələsidir oranın. Amma Bəli, sizin əlinizdə olan bir sirri mən bilirəmsə bu artıq sir deyil. Çalışın əlinizdən verməyin, bunu qoruyun, bu bir. Yəni real yanaşaq vəziyyətə. Necə var elə yanaşaq. Digər tərəfdən ermənilər təbliğat yaymalıdır və buna borcludurlar. Onların birinci xisləti bundan ibarətdir. İkinci, 92-ci ildə biz savaşmışıq, 94-də savaşmışıq, 2016-da, 2018-də Tovuz hadisələri buyur, indi də davam edir. Yəni mən iri münaqişələrin belə deyək də aktiv fazasını qeyd elədim. Amma passiv fazada biz 30 ildir müharibə şəraitindəyik. Biz insanlarımızı buna hazırlamalıydıq. Biz heç də qəfildən müharibəyə başlamadıq. Erməni bizi belə deyək də əks hücuma təhrik etməsəydi, bəlkə də hələ atəşkəs danışıq davam edirdi. Bu bir cavab idi. Amma bu cavabın nə zamansa olacağının biz anonsunu vermişdik. Demək ki, insanları bu müharibəyə, informasiya müharibəsinə biz daha öncə efirlər vasitəsilə bu tipli verilişləri bir çox kanallarda təşkil eləməklə bəlkə də hamını olmasa da bəlli bir segmentə hazırlaya bilərdik. Nə baş verdiyinə baxaq. Hazırda Azərbaycan segmentində insanlar rayonları alan, azad edən əskərimizin uğurlarını sanki görməyərəkdən gəlirlər. Öncə biz bir idmançı uğuruna sevinirdik, yoldaşlardan KVN qələbə çalırdı, ona sevinirdik, bir güləşçimizin uğuruna sevinirdik. İndi 8 kənd alınıb, insanlar hamısı mərkəz arzusundadır, müharibənin bitməsi, bütün ərazilər. Qardaşım, o adamlar əminəm xəritədə Qarabağı göstərə bilməyən şəxslərdir. Çünki çox diqqətlə baxanda o kəndlərin strateji əhəmiyyətini görə bilərlər. Bir yol var, bir marşrut var, oradan bir tank gedə bilir. Yüzlərlə rayonlar arasında sıldırım qayalar var ərazilərdə, döngələr var, sərt döngələr. Körpü var, o körpü uçurulsa necə keçəcək oran əskər? O çayların heç biri qurumur, hamısı dərədədir, texnik ora istəsə də düşüb keçə bilmir. O körpü bərpa olunmalıdır. Panton most qurmaq dağ çaylarında kim ağlına gəlib, kim onu görüb, bilsin nə qədər zaman tələb edir. Yəni bunu nəzərə almalıyıq və sizin bir qeyd elədiyiniz kimi reaktiv artilleriyadan tutmuş quru qoşunlarına, hava hücumundan müdafiə, o ərazilərə daşınması hamısı alternativi olmayan və düşmənin minaladığı ərazilərlə baş verir. Bir miniyə bir texnika düşdükdə onun nə çıxarılma, hara çıxaracaqlar? Necə çıxaracaqlar? Yolu necə açacaqlar? Hər dağın başında pusqu qurulması mümkündür. Klaviaturada nə isə yazmaq mümkündür. Onu görmək, yaşamaq
bir yaralıdan ötürü neçə adamın hansı əzabları çəkdiyini, dağın, dərənin dibindən götürülməsi, tanınması, valideyninə çatdırılması, bundan ötürü hamısı insan lazımdır, resurs lazımdır. Biz ancaq qələbə, atəş, nə bilim, irəli onunla olmur. Biz həmin dağlıq ərazilərdə radiolokasiya stansiyalarının topografik bağlantılar deyilik, istinad, yəni hər bir dayanan uzaq mənzilli sistemləri dayandığı yerə bağlamaq lazımdır ki, o yerin tanımalıdır ki, zərbələri dəqiq olsun. Buna ayrılan vaxt normal ərazidən 2 dəfə çox olur. Çünki dağlar ekran verir, belə deyək. Dalğalar dağı aşa bilmir. O bayaq dediyiniz suxurlar, onlarda başlayır yayılmalar, əks olunmalar, siqnalın dağı keçməsi. Adi qapalı məkanda telefon yaxşı tutmur. Eyni şeydir, həmin dağda da o problemlə rastlaşırıq. İkinci bir tərəfdən qısaca olaraq deyim ki, baxın, cənab prezident hakimiyyətə gəldiyi gündən kimə nə söz veribsə xalq qarşısında onu yerinə yetirib. Xalq qarşısında deyilib ki, bu sonuna qədər gediləcək. Hara tələsirik? Nəyə tələsirik? 40 gündə 4 rayon, 200 kənd, 3 qəsəbə. Həm Dağlıq Qarabağ ərzində, həm ətrafda. Mən o Kəlbəcər tərəfdəki Murov yüksəkliyini əlavə eləyə bilərəm. Nə bilim, digər adı çəkilməyən, hansı ki biz burada nəyisə müzakirə etdiyimizdə azad olunan ərazilər, hansılar ki azad olunub, amma orada möhkəmlənməmişik. Tələsmək olmaz. O yerdən görürsünüz, görüntülərdən nə görürük biz? Heç atəş səsi gəlmir. Niyə gəlmir? Niyə tərtər əvvəlki qədər atılmır? Demək ki, atəş qurğuları ya vurulub, ya oradan uzaqlaşdırılıb. Səbirli olaraq hamısı paylaşılacaq. Ordumuzun yanında olmalıyıq, əskərimizin yanında olmalıyıq, onlara mənəvi ruh verməliyik. Onlar bizim üçün qanı ilə, canı ilə, belə deyək, sinəmizi qabardırlar. Kimsə bunun əksini düşünməməlidir. İndiki anda edə biləcəyimiz bir şey var. Mənəvi cəhətdən başkomandanın, ordu rəhbərliyinin, əskərimizin yanında olaq ki, sevincimiz davamlı olsun. Bizdən başqa şey tələb olunmur. Bəli, müharibə bizdən təmkinli, səbirli olmağı tələb eləyir. Tamamilə doğrudur Salih xanım və mən bunu peşəmdən irəli gələrək biraz informasiya tərəfini demək istəyirəm. Bilirsiniz, informasiya indiyənə qədər olurdu bizim müstəqilliyə qədər dövrdə ixtisaslaşmış obyektlərdə. Bu qəzeti idi, televiziya idi, radio idi, yəni həm elektron media, həm yazılı media, yəni qəzetçilik, bunlar öz işlərini bilirdi. Amma biz nə vaxt ki, müstəqillikdən sonra artıq biz azad mətbuatdır, müstəqil mətbuatdır və onun bütün növlərindən bizdə artıq istifadə olunur. Dövlət, ictimai, özəl, kommersiya və hətta sosial media. Və mən gəlirəm, təsəvvür edirsinizmi, artıq sosial medianın ayrıca biz ayıra bilmərik. Sosial mediada bizim o böldüyümüz həmin bölgülərə daxildir. Yəni klassik media, elektron media, yazılı media və sosial media. Biz şübhəsiz ki, indi data jurnalistikada bunun arxasınca gəlir, amma hələ bir sosialda dayanaq. Bu sosial media iştirakçısı və istifadəçisi artıq o informasiya qaynağına çevrilib. Yəni bir var ki, televiziya burada görür neçə mərhələdən keçirdi. Bir informasiyanın orada müəyyən mərhələlər var, alınması, emal edilməsi, ötürülməsi, saxlanılması. Yəni bunların hamısını professionallar işləyir. Amma bir də var ki, sosial mediada istənilən bir adam, istənilən bir xanım, istənilən bir gənc uşaq, yeniyetmə artıq bu informasiya daşıyıcısıdır. Bu informasiya mənbəyi deməkdir. Onun verdiyi bir informasiya tirajlana bilər. Və bu artıq demək nədir? İnformasiya qaynağına çevrilib. İndi mən digər bir tərəfini demək istəyirəm və öz xalqımın, öz tamaşaçılarımızın hər birinə, bütün təbəqələrinə daha aydın olsun deyənə, informasiya silah deməkdir. Silah, onu işlədənin əlində xeyirli bir şeydir. Onu işlədə bilməyənin əlində silah özünə və yaxınlarına fəlakət gətirən bir şeydir. Bax, bu baxımdan informasiya silah kimi yanaşmaq lazımdır. Əgər sən onu düzgün işlətmirsənsə, o sənin ölümünə, sənin yaralanmağına, sənin şikəst olmağına səbəb ola bilər. Və yaxınlarına. Və yaxınların acı çəkməsinə və sənin yaxınların kədərinə səbəb ola bilər. Demək, biz hər bir sosial media daşıyıcısı, istifadəçisi və müəllim deyən kimi klaviatura arxasında oturan hər kəs hiss eləməlidir ki, artıq onun əlində silah var.
Və bu silahı bacardığın qədər usta, ağıllı, tədbirli, təmkinli istifadə etməlisən ki, sənə və sənin dövlətinə, sənin xalqına, sənin millətinə, sənin rəhbərliyinə, sənin əsgərinə xüsusilə bu zərər verməsin. Ona görə də məsuliyyətli olmaq lazımdır, ağıllı olmaq lazımdır, təmkinli olmaq lazımdır və bir qədər daha az emosional olmaq lazımdır. Eyni zamanda siz təsəvvür eləyin ki, o bir söz var, deyir ki, insanın nəyə güldüyü onun ağlının göstəricisidir, necə güldüyü onun mədəniyyətinin göstəricisidir. İndi biz də nə yazırıqsa, nə paylaşırıqsa, nəyə münasibət bildiririksə, nəzərdə tutun ki, bu sizin şəxsiyyət kimi kimliyinizi ortaya qoyur. Nəyi gəldi, yazdıq söhbəti deyil. Sən nə paylaşacaqsan, nəyə necə münasibət bəsləyəcəksən, oradan bir psixoloqa verib sənin şəxsiyyətini müəyyən eləmək mümkündür. Bax, bunu unutmasın. Elə onu soruşaq psixoloqdan Gülər xanım. 10 qələbə ard-arda qələbə xəbərini sanki bir igid oğlumuzun şəhid olma xəbəri elə bil üstəliyir hərdən bəzi insanlarda və yaxud 8 kəndin işğaldan azad edilmə xəbərini bir rayon mərkəzinin işğaldan azad olma xəbəri üstəliyir. Bu normaldırmı, normal formuldurmu, belə olmalıdırmı, yoxsa bu 50-50-yə işləməlidir bu formul? Mən o fikirdən başlayayım ki, emosiyalar hisslərin təzahür formasıdır. Emosiyalar hər kəsdə özünə məxsus şəkildə cərəyan eləyir. Nəzərə alsaq ki, ilkin vaxtlarda bizim rayonlarımızın alınmasında insanlarımız çölə axışaraq, hay-haray salaraq sevinclərini, emosiyalarını məhz o şəkildə göstərdilər. Amma artıq təlimat verildi ki, komendant saatı olduğuna görə insanların çölə axışması, yəni olmaz, qadağandır. Yəni orada da gördük ki, insanlar həqiqətən də bu təlimata əməl etdilər və hər kəs öz sevincini eyvanlarından nümayiş etdirməyə başladı. Amma sizin fikrinizə qaldıqda mən bir şey demək istəyirəm. Bugün insanların psixologiyasında ambivalent duyğular formalaşıb, bunu hamımız bilirik. Bir gözümüz ağlayırsa, bir gözümüz sevinir, kədərlənir və yaxud da yenə də üzülür, amma yenə də qələbəyə doğru gedirik deyə özümüzü, psixoloji dayanıqlılığımızı qoruyuruq. Məhz bu aspektdən mən qeyd etmək istəyərdim ki, bir fikir var, deyir, pis düşüncələr hamıda olur, amma ağıllı insanlar onu dilinə gətirmir. Və get-gedə müharibə haqqında biz elə istəməzdik belə olsun, amma mənə elə gəlir ki, yaxşıca maariflənirik. Artıq informasiya bizə onu göstərir ki, tam əmin olmadığın, yəni şahidi olmadığın informasiyanı yaymağın düzgün deyil və bugün hər bir insan öz davranışı ilə, müharibəyə göstərdiyi reaksiya ilə sanki öz psixoloji portretini yansıdır. Baxıram ki, məsələn, cəmiyyət içində belə bir fikirlər söylənir. Kimsə kimisə qınayır. Müharibə ərəfəsidir, sən məsəl üçün ad günü şəkili qoyursan və yaxud da başqa bir xeyir işlərlə məşğul olursunuz, müharibə ərəfəsində bu işləri görmək olmaz və yaxud bir xanımlar deyir ki, mən salona getmirəm çünki müharibə şəraitindəyik, sanki özümə sıxışdırmıram. Hər kəsdə özünə məxsus şəkildə bu cərəyanı eləyir. Hər kəsin öz savaşı var deyək də, hər kəsin onu algılama forması var. Təbii ki. Yəni, bugün insanlarda, müəyyən qism insanlarda bir-birlərini qınamaq hissi, bir-birlərinə təpki ilə yanaşmaq hissi də var. Mən istəyirdim onun üzərində dayanaq. Çünki biraz öncə də mən dedim ki, emosiyalarını idarə eləyə bilməyəndə insan olur ki, yanlışa yol verir və təəssüf ki, bunu sosial şəbəkədə eləyir ki, sonra o yanlışlar ciddi fəsadını görürük biz. Həmin vaxtda necə eləməli? Həmin o dediyiniz qınama ilə davam eləməli ki, daha çox diqqət cəlb eləmiş oluruq həmin postlara və çox qısa zamanda həmin postlar hansısa bir vətəndaşımızın emosiyalara uyub yaydığı hər hansı bir fikir çox tez erməni tərəfin əlinə keçir və bir silah kimi bizə qarşı istifadə edir. Və yaxud biz bu mərhələ üçün ən azından o çox alışıq olduğumuz linç eləmə, qınama, ittihamlar mərhələsini arxaya qoyub sadəcə təklikdəmi, necəsə əlaqə saxlayıb bugün belə demək olmaz. Bu savaşın bu mərhələsində bu mövzuda susmalısan ən azından deyə məlumat verməliyik. Hansı addımı atmağımız doğrudur?
Çox gözəl qeyd etdiniz. Tənzimləmələr mütləq lazımdır. Hər kəs bacara bildiyi qədər insanı təhqir etmədən, çünki biz bir millətik, biz bir yumruq halında birləşmişiksə, bizim bugün bir-birimizi lap olsun sosial şəbəkələrdə, nə olsun ki, bir-birimizin simasını görmürük. O demək deyil ki, sənə elə söz azadlığı verilib orada, sən məni müharibə şəraitində, sən necə vətənpərvər bir insansan ki, tutaq ki, mən emosiyalara qapılmışam, yanlış bir informasiya sızdıra bilərəm, onu mənə yığışdırmağıma cəhd göstər. Məni cəmiyyət içində təhqir etməyimə deyil. Ümumiyyətlə bu yaxşı hal deyil, Təbii ki. yaxşı cəhət deyil, amma indi ümumiyyətlə yol verilməzdir. Və get-gedə insanların artıq bu sahədə maariflənməsi müsbət haldır ki, artıq insanlar özü də qorxur ki, hər hansı bir yanlış informasiya orduda hər hansı bir qəhrəmanımızın, belə deyək də, çox ağır itkisinə səbəb ola bilər. Ona görə empati qurub insanlar artıq biraz susqunlaşırlar sanki. Mən az müşahidə edirəm artıq və buna çox sevindirəm. Qeyd etdiyim kimi insanlar emosiyalarını artıq idarə etməyə başlayırlar zamanla. Görünür bizə də zaman lazım idi və çox gözəl qeyd elədiniz ki, o torpaqları almaq üçün tələsmək deyil. Amma mən bir fikir gəldi ağlıma ki, o tələsən insanlar da sanki müharibənin tez bitməsini, uşaqların acı çəkməməsini, sanki şəhid analarını və yaxud orduda əskərlərinin tez qayıtmasını sanki belə təlaş içində gözləyirlər deyə düşünülməmiş şəkildə bunu tələsib istəyirlər. Amma dəqiqliklə, diqqətlə, daha dərin düşünəndə doğrudan da biz səbrimizi, təmkinimizi, bir də ümidimizi itirməyərək gözləməliyik. Yəni bütün bu tələskənlik əslində xoş duyğuların təzahürüdür, ancaq belə arzu olunmaz formada bəzən. Bütün variantlarda, Vüsalə xanım, bütün variantlarda o tələsənlər bir şeyi, bir həqiqəti bilməlidirlər ki, o işi görənlər var. Yəni o soyuqda, qaranlıqda irəliləyənlər var. Yağış yağanda irəliləyənlər var. Hava şəraiti çox pis olanda, dumanda gözü görməyə, dağlıq ərazidə hansısa söhbət gedir. bir obyekti nişan alanlar var. Yəni onlar düşünsün ki, müşahidəçi üçün, o deyir ki, kənardan döyüş asan gəlir. Allah atalarımıza rəhmət eləsin. Ata sözümüzdür da bu bizim. Deyir ki, kənardan baxana döyüş asan gəlir. Demək həmişə belə hal yaşanıb ki, aparan oğullar var. Deyilmi? O döyüşün siyasi tərəflərini işləyib hazırlayanlar var, diplomatik danışıqları aparanlar var ki, onlar ürəyi parça-parça olur o danışıqlara gedəndə. Ali Baş Komandan var, hər gün xalqına o xəbəri vermək üçün, o xəbəri təmin eləmək üçün bütün varlığını ortaya qoyubdur. Yəni, nəzərdə tutaq ki, kənardan müşahidə eləyib və tələskənlik göstərmək, kənardan müşahidə eləyib öz emosiyalarını idarə etmədən bu və ya digər çılğın bəyanatları, hətta belə deyək də, vermək çox asan və əslində bu ifadəni çəkinmədən işlədəcəm, dostcasına işlədəcəm. Nadanca bir hərəkətdir. Yəni buna yol verməmək lazımdır. Əslində hər birimiz üçün deyirəm ki, yəni bunu etməyək. Bu kənardan da pis görünür. Bilinir ki, həmin adamın prosesdən xəbəri yoxdur. İndi bayaq hər iki ekspert çox gözəl vurğuladı ki, təsəvvür eləyin ki, biz Düzən Qarabağ, Düzən rayonları almaq var, bir də dağlıq ərazidə hərəkət eləmək var. Və üstəlik burada stratejisində düşmənin müşahidə mövqeyi, bizim müşahidə mövqeyimiz, onlar daha yuxarıda dayandıqları üçün biz artıq tamamilə nəzarət altında gedirik, irəliləyirik. Təsəvvür eləyin, mən çox primitiv deyim. Elə təsəvvür eləyin ki, damın üstündən sizə baxırlar və siz həyətdən biraz nərdivanla qalxırsınız. İndi bir öz evlatlarınızı təsəvvürünüzə gətirəndə, düşmən yuxarıdan müşahidə məntəqəsindən baxır və sən irəliləyirsən. Əgər irəliləyirsənsə, sən 10 qat qəhrəmansan, əskərim. Sən 10 qat cəsursan. Tək irəliləmək deyil. Başdakı dəbilqə, Ağır, kilogramın bəli, deməyim, toplam zirehli geyim, 13-14 kilogram bir yerdə. Yataq dəsti, özü iləndir. Çünki gecə gedirsənsə, harada yatacaqsan. Əşya, su, yemək ehtiyatı, yəni bir gün yeməyimi mən özümlə aparıram. Daşımalıdır bu, Düşmən tamamilə atır, doğrudur. düşmən atır. İndiki dövrdə artıq bilir o ərazinin insanları. Yağmur düzənliklə orada eyni deyil. Nə miqdarı, nə belə deyək, Sürəti. intensivliyi fərqlidir. Artıq qar hər yeri basıb Murov tərəfdə məsələn. Bu tərəflərdə də sulu qar yağır. Bu qədər islanmış ərazi
duman, çən, çiskin. Tanıdığımız yerə biraz duman olur, azıb qallıq 10 adamdan yol soruşuruq. Yox, Üstə gəl, beş mən bu kiloqram. yüklə vəzifəmi yerinə yetirməliyəm, komandirimi görməliyəm, əmirləri, düşməni öldürməliyəm, o ərazini almalıyam və azmamalıyam. İstiqaməti itirməməliyəm. Yəni, bu hamısı əskərimizin bugün yaşadıqlarının sadəcə bir Əskərimizin hissəsidir. şücaətinə heç kəsin zərrə qədər də olsun şübhəsi yoxdur. Amma bunu tələsdirmək olmaz. Yox, bilirsiniz, mən hesab eləyirəm ki, bu nəyin nəticəsindədir? Son 10 ildə sosial şəbəkə həyatımıza o qədər yerli yersiz nüfuz eləyib ki, hətta zaman-zaman biz dəfələrlə Tariyel müəllimlə bu barədə studiyamızda da müzakirə eləmişik. Zaman-zaman insanlar öz həyatlarını o qədər virtual aləmə köçürüblər ki, son 8 ayda yaşadığımız pandemiya, bütün deyək ki, tədbirlərin müvəqqəti dayandırılması, digər həyatımızın işdən kənarda heç bir həyatımızın olmaması və biz tamamilə virtual aləmə köçməyimiz bizim üçün o qədər hər şeyi sadələşdirib ki, elə bil ki, biz hər hansı bir müharibə oyununda, savaş oyununda çox rahat tak-taklarla addımlaya biliriksə, bəzən düşünürlər ki, yəqin ki, əskər də bu qədər tak-taklarla addımlaya bilir. Amma belə deyil, siz çox gözəl izah edirsiniz ki, və tamaşaçılarımız da əminəm artıq çox dərk eləyə bilirlər bu məsələni. Biz bir əlavə eləyə bilərik ki, sadəcə Azərbaycanın təcavüz xəritəsi var. O təcavüz xəritəsini böyüdüb evlərindən asa bilərlər və həmin o işğal olunan ərazilərin yerinə xəritədə baxanda görəcəklər ki, orada addımlamaq heç də Facebookda status yazmaq, şərh yazmaq qədər asan 3000 deyil. metr yüksəkliklərimiz var. Orada ocaq qalamaq mümkün deyil. Yanmır, oksigen çatışmazlığından yanmır. Mühərriklər normal şəraitdə çalışmır. Yəni 50 adam daşıyacaq, 40 adam daşıyacaq bir maşın o yükün yarısını daşıya bilir. Niyə? Oksigen yoxdur deyə mühərrik normal gücünü inkişaf etdirib hərəkət edə bilmir. Yollar dar, ərazi çətin. Amma bu demək deyil ki, orada ona hazır deyil. Orada o yüksəklikləri alır. Təlimlərin, görüntülərin biz yaymışdıq. Mən onları şərh eləmişəm. O dağlıq ərazilərdəki təlim bugün o həmin ərazi üçün idi. Amma bu insanlar robot deyil. Bunlar ətdən bizi kimi normal insandır. Hansı birimiz üzü dağa qaça-qaça gedə bilmişik. Boş, əli boş. Heç birimiz. Əskərimiz qəhrəmandır qəhrəmanlıq göstərir. O yüklə bir sadaladıqlarımla bəli, və bizim əskərimizin şücaətinə zərrə qədər şübhəmiz yoxdur. Və özünü atəşdən qorumalıdır. Sağ qalmaq məcburiyyətindədir. Və üstəlik bu müharibə həm də diplomatik gedir. Paralel olaraq. Yəni, bu elə bir müharibədir ki, spesifik bir müharibədir. Yəni, burada biz nə üçün döyüşürük cəbhədə? Eyni zamanda diplomatiya cəbhəsində, diplomatiyada biz haqlı olduğumuzu, biz təcavüzə məruz qaldığımızı və 30 il səfərbər olub, bütün qüvvələrimizi səfərbər eləyərək yenidən bu cəngə qoşulduğumuzu dünyaya qəbul elətdirmək üçün mübarizə aparırıq. Yəni, bu 2x2 qədər aydın bir məsələdir. Amma deyir, necə sən qanmayın, atan yansın prinsipindən yanaşanda biz burada da çətinlik çəkirik və burada da biz addım-addım irəliləyirik. Bəli, bir şeyi Hər özümüz addım üçün da ayırt bizim etdik ki, biz tamaşaçını, bizim xalqı sevindirir. Azərbaycan ordusuna, Azərbaycan əskərinə heç bir şübhə ola bilməz. Biz istərdik biraz mövzunun səmtində şey. Tariyel müəllim, bəziləri gizlin və ya açıq-aşkarına erməni mediasını izləyir. Bəli. Erməni mediası da yalan istehsal etməkdə bir nömrədir. Artıq dünyada bunun hamısı şahidi oldu. Erməni mediası arxa cəbhənin psixoloji durumuna necə təsir göstərə bilər və o erməni mediasını izləməyə davam etmək lazımdırmı, yoxsa qətiyyən bunu etmək olmaz? Sualı sondan başlayayım cavablandırmaq. Qəti olmaz. Niyə? Ermənilər sadəcə keçmiş işğal ərazisində, Dağlıq Qarabağ dedikləri yerdə 64 strateji mərkəzləri vardı. Sırf Azərbaycanın psixoloji necə savaş aparılması ilə bağlı 64 mərkəzləri var idi və ciddi şəkildə mütəxəssislər çalışırdı. Eyni mərkəzlərin sayı 400-ə yaxın mərkəz Ermənistanın ərazisində idi. Və bugün o mərkəzlərin hamısı demək olar ki, bu dediyiniz yalan, yanlış, amma Azərbaycanlıların psixologiyasına ciddi zərbə vura biləcək informasiya emal etməklə məşğuldur. Və bu informasiyalar ötürülür və sadəcə erməni dilində deyil, Rus, Azərbaycan, İngilis dillərində ötürülür. Mən sadə bir şey deyəcəm sizə. İşğal olunmuş Azərbaycanın işğal olunmuş rayonların hamısının adında özdə az domeni ilə ermənilərin saytı var idi.
Qarabağ az, Şuşa az, Cəbrayıl az, Qubadda az. Hamısı haqqında informasiya və 10 illərdir ki, bu mərkəzlər dünyaya hər 8, 10, bəzi şeylər 15 dildə geniş məlumatlar yayırdılar. Bugün onlar bu sahədə yetər qədər peşəkar mütəxəssislərə sahibdir. Və o mütəxəssislərin bugün işləməsi ciddi bir şəkildə Azərbaycanda etiraf etsəydi, etməsəydi ciddi zərərlər verir. Bu zərərlər verənlər bizim onların medialar izləyən insanların psixoloji savaş haqqında məlumatsızlığından qaynaqlanaraq onların bir əməkdaşına çevrilmə riski yaranır. Adamlar orada elə informasiyalar yayırlar ki, məsələn, çox sadə bir şey deyim sizə, müharibə təzə başlayan bir neçə gün sonra 3 tankın vurulması, Azərbaycanın 3 tankının vurulması, hardasa 12 dənə də əskərin meydinin göstərilərək bunların Azərbaycan tanklarının olduğunu, ermənilər əskərlərin də Azərbaycan əskəri olduğu ilə bağlı bir video paylaşmışdı və Azərbaycanda minlərlə insan o videonu sosial şəbəkədə paylaşdı. Çünki bələd deyildilər erməniyalar. Bəli, bələd deyil. Və o ciddi bir şəkildə böyük ajiotaja səbəb olmuşdu. Emosional boşluğa salmışdı insanları. Bu sadəcə bir faktdır. Bunun kimi onlarla bu tip faktlar vardı. Məsələn, çox sadə bu yaxınlarda Müdafiə Naziri təkzibin verdi. Azərbaycanın xüsusi təyinatlı 40-a yaxın əskərinin güya mühasirəyə alınaraq öldürülməsi və başqa şeylər. Mütəmadi belə çalışırlar. Bəli, və bundan təsirlənən, inanan en qədər çoxlu insanımız var. Və elə buna görə də deyilir ki, məlumatı rəsmi mənbələrdən alın. Bəli. Hərbi tərəfini kənara qoyuram, əskərlərimizin yanaşmasını kənara qoyuram. Çünki mən həqiqətən Azərbaycan ordusunun gücünə və qüdrətinə adım kimi əminəm. O əskərlərin psixoloji hazırlığına da güvənirəm. Hətta müharibə başa çatdıqdan sonra da hər hansı bir dəstəyə ehtiyac olmayacaqlarına güvənirəm. Çünki bilirəm ki, orduda artıq bu da nəzərə alınıb. Amma yer üzündəki bütün müharibələrin bir məsum qurbanları var, körpələr. Bugünkü uşaqlar bu müharibədən travmasız qurtulsunlar. Onların bir üstünlüyü var ki, bu dəfə biz torpaqları keçən dəfə olduğu kimi işğala məruz qalmırıq. Torpaqlarımızı işğaldan azad edirik. Bu dəfə üstünlük var ki, bizim hamımızın evinə, məhəlləsinə, həyətinə, yəni yaşadığı yerlərə minlərlə məcburi köçkünlər gəlməyib. Kifayət qədər fərqlər, müqayisələr eləmək olar. Amma yenə də müharibə müharibədir. Yenə də təkcə Gəncədə, Tərtərdə, Bərdədəki görüntülər kifayətdir ki, bugünün uşağı da o müharibədən öz travmasını alsın və 30-40 il sonra o travma hansısa formada baş qaldırmasın. Yəni, bu savaş burada bitsin. Biz zəfərimizi çalaq və xoşbəxt həyatımıza davam eləyək. Bu savaş gələcəkdə o uşaqların da həyatında iz qoymasın. Nələri eləməliyik? Valideynlər nələrə diqqət eləməlidir? Belə bir fikir var, deyir, su yatar, düşmən yatmaz. Su çökər, düşmən çökməz. Düşməni çöktürmək lazımdır. Mən bir şeyə təəssüf edirəm ki, və mənə elə gəlir ki, siz də məndən razı olarsınız. Bizim valideynlər öz övladlarını tərbiyə eləyəndə bizim hamımız, biz övladlarımızı müharibəyə hazır ol deyə fikri ilə böyütmədik. Pedaqoji baxımdan hər zaman uşaqlarımızı güllü, çiçəkli, bağlı, bostanlı bir həyat vəd etdik uşaqlarımıza. Amma nə etmək lazım idi? Uşaqların psixotipinə uyğun olaraq, yəni bu həyatda yaşam varsa, yəni müharibə də var, bu qaçılmazdır, sülh də var, təbii ki, ağ göyərçin də var, göy uşağı da var, amma ölüm də var, yəni yenədən doğulma da var. Bax, bunları düzgün aşılamamaq, məhz bugün uşaqlarda post-travmatik stres probleminə gətirib çıxarır ki, məhz müharibəni izləyən uşaqlar, o az yaşlı uşaqların raket zərbəsinə, yəni bu çox qısa bir zamanda, yəni həyatdan doymamış uşaqların, həm yaşıtlarının bu həyatdan köçməsinə çox üzülürlər. Onlar bunu hisslə ifadə edə bilmirlər, amma bu onlara müharibənin izləyicisi kimi onlara da bir travma verir. Mən düşünürəm ki, biz qələbəni qazandıqdan sonra bizim bütün psixoloqlarımız səfərbər olub, məhz bu uşaqlarla işləyəcək və valideynlərdən bugün nələr tələb olunur? Valideynlər o emosional durumunu idarə edib də, o emosional sferanı düzgün idarə edib
edib az yaşlıları diqqətdən kənarda qoymamalıdırlar. Çünki onlar hamısı artıq gələcəkdə bizi idarə edən bir nəsil olacaq. Biz yaşlıları. Biz də gələcəyə sağlam şəxsiyyət yetişdirmək üçün müharibənin bütün o incəliklərini, onun fəsadlarını, bax, uğuru necə mərhələ-mərhələ qazanmağımızı uşaqlarımıza izah etməliyik ki, onlar çox sarsılmasınlar və həqiqətən də stres yaşamasınlar. Düzdür, yaşayırlar. Çünki böyüklər biraz diqqətdən kənar qoyur o uşaqları. O uşaqlar da güvəndiyi ailədirsə, valideynlərdirsə artıq güvən itir. Çünki baxır ki, valideyn hər gün televiziyaya baxır, uşağa vaxt ayırmır, onunla söhbət eləmir. Amma qeyd etdiyim kimi, pedaqoji baxımından valideynlər ilk növbədə valideyn uşağın qoruyucusudursa, bu onlara həvalə olunur. Baxmayaraq ki, nəzərə alsaq ki, dərslərimiz onlayn keçirilir, pandemiya müharibəsi ilə əlaqədar müəllimlərə bu cəhətdən çox az vaxt ayrılır. Bütün məsuliyyət məhz hal-hazırda valideynlərin üzərinə qoyulur ki, uşaqlarımız gələcəyə böyük travma ilə getməsinlər. Biz bəndlərə bölə bilərikmi ki, nələr etsinlər? Məsəl üçün, mən heç vaxt unutmadığım bir xatirəm var. Xocalını tərk eləyərkən 1-ci sinifdə oxuyan bir qızcığaz artıq yaşlı bir qadın olaraq mənə danışmışdı ki, biz bir həftədir Kətik meşəsində dolaşıb gəzməyə yol axtarırdıq. Anamgil mənə ağlamayım deyə sakitləşdirirdilər, amma çox ac idim və yerdə uzanan insanları gördüm. Mən onların öldürüldüyünü o vaxt başa düşmürdüm. Öz sinif yoldaşımı tapıb oyadırdım ki, mən acından ölürəm, sən necə bəs yata bilmirsən, nə yemisən ki, sən yatmısan, harada nəsə tapıb yedin, mənə də yerini göstər deyə mən onu oyatmağa çalışırdım. Çox sonralar anası ona izah eləmişdi ki, onlar güllələnib, o yatmamışdı və s. və ilaxır. Bax, hər ana o durumda övladına onu izah eləyə bilmirdi. Sadəcə yatıb deyərək keçirtmək istəyirdi ki, övladını qorumaq cəhdi idi də bu. Çətindir. İnsan bəzən biz biraz da öncə dedik ki, öz emosiyalarını idarə eləyə bilmir. O ola ki, övladına nələri necə izah eləməli. Bax, bu sarsıntıları yaddaşda buraxmamaq üçün analar net olaraq nələri sadalaya bilərik analar üçün? Biz nəzərə alsaq ki, bu günləri evində çox ağır etkisi olan, valideyni itirmiş övladlar da var. Və bir şey də qeyd eləyək ki, mənim qarşıma bugün belə bir şəkil çıxdı ki, şəhid atasını gözləyən ana oğluna hərbiçi forması geyindirir. Bu da insanda həm kövrəldir, həm qürur hissi verir. Analar ilk öncə tərbiyəvi baxımından biz müharibədə geri çəkilə bilmərik. Biz özümüzü zəiflədə bilmərik. Artıq bu situasiyanın içində isə situasiya bizdən artıq valideyn borcunu yerinə yetirməyi tələb edir. Yəni, hər cür halda uşağını tanıyan valideyn uşağının psixologiyasına uyğun şəkildə ona izah etməli, ona bu fikirləri, bu bilgiləndirməlidir. Çünki bilgisiz uşaq, qeyd etdiyim kimi, düşmən heç vaxt yatmır və bizim bu düşmənimiz yatmayacaqdır. Biz hər zaman onlarla mübarizədə olacağıq. İsti müharibə var, soyuq müharibə var. Soyuq müharibə də olsun, yenə bu olacaq. Ona görə indiki nəsil bunu, qeyd etdiyim kimi, uşaqları uşaq dilində izah etməli. Bax, indi videolar yayımlanır da, bir çox videolar. Çox ağır videolardır ki, məsəl üçün, mən tövsiyə etməzdim ki, valideynlər həmin o videoları uşaqlara göstərsinlər. Çünki bu, onların yuxularına təzahür edir, bu, uşaqların davranışlarına yansıyır. Bu, Müdafiə Nazirliyinin yaydığı videoları nəzərdə tutursunuz siz? Xeyr. Qeyri-rəsmi yayılan videolar. Yaxşı olar ki, ona bəzən özləri də baxmasınlar. Çünki bəzən həssas olur insanlar. Onu uşağına görsədən varmı görəsən? Baxın, biz indi anaların üstünə deyirik ki, analar neyz eləsinlər, amma burada məsələ mərkəzləşmiş olmalıdır. Məncə, dövlət özü xüsusi bir proqram şəklində uşaqların inkişafı. Məsələn, Sovet hökuməti dönəmində fikir verici uşaqların ideoloji hazırlığı üçün lap körpə yaşlarından cizgi filmləri fonunda, başqa filmlər fonunda insanların o ideologiya hazırlayırdılar. Burada da bütün dünyada bu belədir, istənilən ərazidə bu belədir. İndi də Azərbaycanda lap uşaqların kiçik yaşlarından tutaraq yeniyetməli dövrünə qədər bəlli bir proqramlar şəklində informasiya və xüsusi tədbirlər planı şəklində bunun aparılmasına ehtiyac var. Çünki bugün Azərbaycan valideyni o uşağı ilə hansı sahədə, necə, hansı planlı şəkildə danışa biləcəyinin məlumatını almır. Çünki hər birimiz istəsək də, istəməsək də informasiya zəhərlənməsinə məruz qalmışıq.
Çünki bu günləri informasiyanı o qədər yerdən alırıq ki, və bu informasiya selinin qarşısında zəhərlənməmək mümkün deyil. Və nəticə itibarilə də bu günləri valideynlər yetər qədər xaotik düşünürlər. Çünki özləri o informasiyaları emal eləyə bilmədiklərinə görə, onun zəhərlənməsinə məruz qaldığına görə o uşağına heç nə verə bilmir. Uşaq özü müstəqil yetişir. Hansı informasiya selinə düşürsə, ona uyğun olaraq onda fikirlər sistemi formalaşır. Onun düşüncə sistemi formalaşır. Bunun qarşısını alıb ölkədə vətən uşaqlarımızı maksimum dərəcədə dövlətçilik təfəkkürü ilə inkişaf etməsini istəyiriksə, burada artıq planlaşdırılmış ümum respublika, ümum dövlət təbliğat, təşviqat və psixoloji inkişaf planı hazırlanmalıdır. Və o plan əsasında mütəxəssislərlə addım-addım gedilərək valideynlərə də bir xəritə verilmiş olacaq ki, valideynlər də o xəritə ilə hərəkət edib uşaqlarını yetişdirə biləcək. Nativan xanım, qısa olaraq çox istəyərdik. Qələbə psixologiyasını aşılayaq və yaxud müharibənin təfərrüatlarını uşaqlara başlayaq. Çox qısa olaraq onu deyim ki, bax biz tarixi filmlərdə görürük. Əgər təcavüzə məruz qalmış bir obanın igidləri atlananda heç vaxt analar o igidlərin qabağına durmur. Hara gedirsən, ha bala demir. Təsəvvür edirsinizmi? Deyir ki, tərbiyədə ən böyük keyfiyyət şəxsi nümunədir. Əgər ana özünü burada didib töksə, əgər ana burada ağlasa, əgər ana vay şivən qoparsa, bir yasa batsa, qonşu qadınlar gəlib onu o yasına şərik olmaq istəsə, uşaq təsəvvür eləyəcək ki, burada nəsə faciəvi bir şey, təhdəl şuurda o hiss eləyəcək ki, nəsə çox dəhşətli bir şey baş verir. Amma tarixi filmlərdə gördüyümüz kimi igidlər atlanı üçün oba təhqirə məruz qalıb, təcavüzə məruz qalıb, gedirik qan almağa, gedirik bunun öcünü almağa və analar ona mane olmur. Deyir ki, sən falan şeyi unuttun, onu da özü verir ona ki, bunu da götürsün. Artıq o yerdə uşağın travmasından biz danışa bilmirik. Aydındır. Ön cəbhə, biz bir şeyi ayırd etdik ki, ön cəbhənin psixoloji durumu və ruh yüksəkliyi yüksək səviyyədədir və heç kim bunu sındıra bilməz. Arxa cəbhə də özünü müvafiq aparmalıdır. Bəli, arxa cəbhə əskərə dəstək olmaq üçün təkcə gələn xəbərlər kifayət eləmir. Həm də arxa cəbhədən gedən xəbərlər əskərə dəstək olacaq. O da hansı xəbərlərdir? Koronavirusla bağlı yayımlanan xəbərlər ki, əskərimiz üçün çox faydalıdır. Bugün bizim sağlam olmağımız. Bugünə olan rəqəmlər belədir ki, yoluxma sayı 1242 nəfərdir. 551 nəfər sağalaraq evə buraxılıb və 15 nəfər dünyasını dəyişib. Bu rəqəmlərin aşağı düşməsi üçün də birlikdə çalışmalıyıq. Əskərimizə həm də belə dəstək olmalıyıq. Mütləq biz isə sabah davam edəcəyik. Sağ olun. Sağ olun.